Salam. Bu gün sizinlə sobada hazırlanan lülə kababın reseptini bölüşürəm. Çəkilmiş mal və qoyun əti qarışımına piy, rondoda xırdalanıb suyu sıxılmış soğan, duz, istiyot əlavə edib təxminən 15-20 dəqiqə yaxşı yoğururam. Sonda isə ətə təxminən 15-20 dəfə bu cür atıram. Əti göstərdiyim kimi bu cür tutduqda, əgər ət qırılmırsa, demək ki, hazırdır. 2 saat soyuducuda saxladıqdan sonra 6 hissəyə bölüb, əlimi qaynar suda isladaraq forma verib, şişə yığıram. Kömürü kababdan ayrı qoysaz daha yaxşı olar. Çünki yağ əridikdə kömürü söndürür. Sobanın ən gür istiliyində bişiririk və çox ləzzətlidir. Hələlik.